Aqrar Xidmətlər Agentliyinin regionlar üzrə ümumilikdə 13 laboratoriyası fəaliyyət göstərir. Bunu Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının direktoru Vüsal Ağayev Mərkəzi Laboratoriyada keçirilən Açıq Qapı günündə bildirdi. Onun sözlərinə görə regional laboratoriyalardan 11-ində həm aqrokimyəvi, həm də toxum analizləri aparılır. Mərkəzi Laboratoriyada da aqrokimyəvi analizlər, toxum analizləri, eyni zamanda məhsul analizləri, baytarlıq istiqamətində analiz, daha çox çeşidli analiz istiqamətləri mərkəzi laboratoriyada aparılır. Bitki xəstəlikləri yeni strukturda bizdə nəzərdə tutulmuş bitki xəstəlikləri üzrə də müayinələr artıq ayrıca şöbə halında aparılır. Daha böyük, daha geniş diapazonda analizlər aparılır bu istiqamətlərdə. Eyni zamanda aqrokimyəvi analizlər dediyimiz orada həm torpaq analizləri, həm suvarma suyu analizləri, eyni zamanda bitkidə olan qidalı maddələrin analizləri barəsində, yəni makro-mikro elementlərin təyini ilə istiqamətində analizlər aparılır. Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Məhəmməd Eldarov çıxışı zamanı bildirdi ki, bu ilin əvvəlindən mərkəzi laboratoriyada torpaq üzrə 803 nümunə qəbul edilib. Torpaq analizlərindən 5 və 11 parametr üzərindən nümunələr qəbul olunmuş, toxum və tink üzrə 272 nümunə analiz edilmişdir. Eyni zamanda 262 nümunə bitki xəstəlikləri üzərindən laboratoriya sınaqları işləri həyata keçirilmişdir. Və bundan əlavə olaraq kənd təsərrüfatı məhsullarının fitokimyəvi analizləri üzrə hardasa 520 nümunəyə yaxın nümunə qəbul olunmuş və suvarma suyunda 65 nümunə analizləri aparılmışdır. Məhəmməd Eldarov vurğuladı ki, Azərbaycanda torpaqların xəritələnməsi üzrə işlər aparılır. Onun sözlərinə görə xəritənin hazırlanması zamanı son 8-10 il ərzində aparılan torpaq analizlərinin nəticələrindən istifadə edilməsi nəzərdə tutulur. İşlər Aqrar Xidmətlər Agentliyi, Laboratoriya Xidmətləri Mərkəzi, eləcə də müvafiq elmi tədqiqat institutlarının torpaqşünas və aqronomları ilə birgə həyata keçirilir. Məhəmməd Eldarov bildirdi ki, xəritənin gələn il təqdim edilməsi planlaşdırılır. Tədbir çərçivəsində iştirakçılar həmçinin mərkəzi laboratoriyanın fəaliyyəti, göstərilən xidmətlər, müasir avadanlıqlar və tətbiq olunan analiz metodları ilə tanış oldular. Bu gördüyünüz aparat toxumların, yəni ümumiyyətlə kənd təsərrüfatı bitki toxumlarının əsiliyini, növ müxtəlifliyini, sort qarışığını, toxumlarda olan digər toxumlarda məsələn növ müxtəlifliyini təyin üçün nəzərdə tutulub. Gördüyünüz mindənin çəkisinin təyin üçün nəzərdə tutulub. Fermer sahəyə toxum səpərkən bu üsuldan istifadə edir. Yəni nəyindən? Toxumda əgər mindənin çəkisi dolu, dənli, şəvaviliyi miqdarı təyin olunur və bu fermerə aydın göstəriş verilir. Mindənin çəkisi təyin olunur və gördüyünüz bu tərəzidə çəkisi çəkilir. Çəkildikdən sonra mindənin çəkisi tam aydın olur ki, məsələn, toxumun, deyək ki, buğda misalında 35-40 bu necə toxumdur və gələcək üçün sertifikatlı toxumun bazası elə məhz bu yoxlanışdan sonra məlum olur. Təqdimat zamanı laboratoriyada göstərilən xidmətlər, tətbiq olunan müasir analiz metodları və əldə olunan nəticələrin kənd təsərrüfatında qərar vermə prosesində əhəmiyyəti barədə ətraflı məlumat verildi.